İndi isə keçək modal feillərə. İngilis dilində 4 əsas modal feil var. Fiziki qabiliyyət bildirən modal feillər, icazə bildirən modal feillər, məcburiyyət bildirən modal feillər, məsləhət bildirən modal feillər. Can, may, must, should. Modal feilləri adi feillərdən fərqləndirən nədir? 1. Modal feilin məstər şəkilçisi olmur. 2. Modal feil cümlədə müstəqil işlənmir. 3. Modal feillərin zaman formaları olmur. 4. Sual cümləsində do, did, will qəbul etmir. 5. Cümlədə ikinci feil rolunda ola bilmir. Fiziki qabiliyyət bildirən modal feil. Can, bacarmaq. I can, bacarıram. Modal feillərin zamanlarının olmadığını dedik. Amma modal feillərin cəmi ikisinin əvəzləyicisi vardır. Yəni ekvivalenti. Bu əvəzləyici onların zaman formalarını düzəltmək üçündür. Can modal feilinin əvəzləyicisi to be able to'dur. To be olmaq, able isə bacarıqlı, qabiliyyətli deməkdir. Adi bir sifətdir. I am able, I was able, I will be able. Yəni mən bacarıram, mən bacardım, mən bacaracam. To be able to, can modal feilinin özü kimi tərcümə olunsa da, onlar arasında cüzi bir fərq vardır. I can dedikdə insan ümumiyyətlə etdiyi şeylərdən danışır. Amma to be able to, onun hər hansı bir bacarığını bu an üçün yerinə yetirə bilmədiyini demək üçündür. Amma bu yalnız indiki zamana aiddir. Can modal feilinin onsuz da nə keçmişi, nə gələcəyi vardır. Ona görə də keçmiş zaman və gələcək zamana bu məsələ aid deyil. Bundan əlavə modal feillərin şərti formaları da olur. Can modal feilinin şərti forması could'dur. Could, bacarardım. Bir çoxları onu keçmiş zaman forması kimi də qəbul edir. Amma o, bacarardım, yəni keçmişə nəzərən gələcək kimi tərcümə edilir. Şərti formadır. İndi isə keçək may modal feilinə. May modal feili icazəli olmaq, icazəyə sahib olmaq kimi tərcümə edilir. Yəni, I may, mənim nə isə etməyə icazəm var deməkdir. I may go, mən gedə bilərəm. You may sit, otura bilərsən. May modal feilinin əvəzləyicisi yoxdur, amma onun şərti forması vardır. O da might'dır. Might, yəni icazəm olardı. Müasir ingilis dilində may modal feili bir o qədər də işlənmir. Onu can əvəz edə bilir. İndi isə keçək must modal feilinə. Must modal feili məcbur olmaq deməkdir. O da əvəzləyicisi olan ikinci feildir. Must modal feilinin əvəzləyicisi have to feilidir. Have malik olmaq deməkdir. Amma ondan sonra ikinci feil məstərdə olanda, yəni to ilə olanda, o məcbur olmaq kimi tərcümə edilir. I have to go. Mən getməliyəm. Have adi bir feil olduğu üçün onun zamanlarını düzəltmək asandır. I have to, I had to və I will have to. Gördüyünüz kimi, have qaydasız feildir. Kökü dəyişdi. Və have yeganə feildir ki, üçüncü şəxsin təkində indiki zamanda bütün feillərin es şəkilçisi qəbul etməsi kimi, o da bu es şəkilçisini qəbul etdikdə forması qısalır. Yəni o, forması qısalan yeganə feildir. Have es şəkilçisi qəbul etdikdə olur has. Bu da üçüncü şəxsin təkində işlənir. He has, she has, it has. Dördüncü modal feilimiz isə should modal feilidir. Yəni məsləhətdir, yaxşı olardı ki və s. kimi tərcümə edilir. You should, sənə məsləhətdir. You should sit here. Burada otursan yaxşı olar. Should modal feilinin nə şərti forması var, nə də əvəzləyicisi. Amma onun iki sinonimi var. Had better və ought to. Should modal feilini yalnız sual formasında əvəz edə biləcək daha bir şey də shall, gələcək zaman hissəciyidir. Düzdür, qeyd etmişdik ki, gələcək zamanı müasir ingilis dilində yalnız will düzəldir. Amma öncələr ona paralel olaraq shall də var idi. Amma müasir ingilis dilində bu demək olar ki, işlənmir. Yalnız should modal feilini sualda işlənərək əvəz edir. Məsələn, should I go home və yaxud shall I go home
evə getsəm yaxşı olarmı? Yəni, shall sualda olduqda should modal feilini əvəz edə bilər. Modal feillər haqqında bu qədər.